Так, отлично. Sıfırdan rus dili neçə müddətdə öyrənmək olar? Baxın, bu suala sizə heç kim standart bir cavab verə bilməz. Mən də verməyəcəm, çünki yalançı çıxaram. Sizin yaddaşınız çox rol oynayır burada, qavrama qabiliyyəti. Yəni tələbə var ki, bir dəfə məsəl üçün nə isə eşidir, sразу yadda saxlayır. Elə tələbə var ki, gərək 3, 4, 5 dəfə rast gəlsin, təkrarlasın. Yəni heç biri yaxşı və yaxud da ki, pis deyil. Bu hamımız fərqliyik sadəcə. Ona görə standart bir müddət qoymaq düzgün deyil. Ondan sonra baxır siz dərsdə misal üçün təkcə dərsdə rus dilində danışırsınız, yoxsa deyək ki, rus dilli ortam var, harda ki siz dərsdə öyrəndiklərinizi gedib orada bir daha danışa bilərsiniz. Bu da çox rol oynayır. Yəni bu elə faktorlardır ki, müəllimdən asılı deyil. Müəllim nə qədər gözəl bir metodika seçsə də, nə qədər yaxşı sizin bu öyrənmə qabiliyyətinizi hiss eləsə də, düzgün yanaşmanı seçsə də, tələbədən tələbəyə yenə də çox böyük fərq var. Ona görə standart bir müddət mən sizə deməyim. Amma belə bir şey deyə bilərəm ki, bizdə adətən sıfırdan orta səviyyə deyəndə, o spasibo большое-sa, orta səviyyə deyəndə nəyi nəzərdə tuturam? Ki siz öz fikirlərinizi sadə cümlələrlə nisbətən belə deyək də minimum səhvlərlə izah eləmək qabiliyyətiniz olacaq. Buna biz hardasa 4-6 aya çata bilirik bizim proqramımızla.